Gününüz xeyirli olsun hər kəsə. Gününüz uğurlu olsun. Bugünkü yolçuluğumuz gedirik biz akademiyamız olaraq Qəbələyə. İlk öncə indi Astanaq gedəcəyik Gülökbatan Kuruğunda. Gülökbatan Kuruğundan gedəcəyik çay süfrəmiz olacaq. İndi yol üstü yayın ki Kürdəmirdə olacaq çay süfrəmiz. Kimin də gətiribsə səhər yeməyi kimi qidalana bilər. Ondan sonra biz gedəcəyik artıq Qəbələ Şəhidlər Xiyabanından. Şəhidlərimizi ziyarət edəcəyik. Şəhidlər Xiyabanından sonra gedəcəyik Qəbələnd Parka. Qəbələnd Parkda yarım saat gəzintimiz olacaq. Qəbələnd Parkdan yaxınlaşacağıq Tufan Dağa. Tufan Dağdan sonra da axşam yeməyindən sonra da artıq evimizə gələcəyik. İnşallah Allah qoysa hər kəsə can sağlığı arzulayıram. Dediyim kimi hamımız bir-birimizə qarşı anlayışlı olaq. Çoxuq, az bir adam deyilik. Yəni mənimlə bir yerdə Sürücü Şəmsəddin bəylə bir yerdə 73-74 nəfər qonağıq. Yəni hamımızın xəsiyyətində aqressiya ola bilər. Əgər kim aqressiya yaradacaqsa, hamı toplu şəkildə onu maşından kənarlaşdıraq.